Deməli, 1. Bu ön xətt, bu budur. Görürsünüz? Hə. Bu da ön xətti bütün. Ön xəttdən çıxarsa. Ay son, qapıcı xətti getmir. O. Top ön xəttlərdən çıxarsa. Hücum edən oyuncudan 1 və qapıcıdan ön xəttdən çıxarsa 2. 3. Hücum, bura dedik qapıcıdan başqa heç kim girə bilməz. Hücum edən ağlardır. Ağlardan kimsə bura girərsə nədir? Qapıdan Qapıdan zəng. zəng. Bəli. Ümumiyyətlə, bax, təsəvvür eləyək ki, bu top, bu top, buradadır. X qoyduğum yeri. Və bu oyuncu gəlib buradan bu topu götürür. Nədir bu? Zərbə. Qapıdan zərbə. Qapıdan zəng. Və yaxud heç sonra girməyib. Top orada da əlin salıb oradan topu götürür. Nədir? Yenə qapıdan zərbədir. Qapıdan zərbə. Bəli. Və bu 4 dənə sayılır. 5-ci bulaşır. Top qapıcı meydançasındadırsa, onsuz da orada qapıcıdan başqa heç kim girə bilməz. Qapıcı o topu nəzarət altına alıbsa, yəni top qapıcı meydançası, mən də qapıcıyım. Gəlirəm, o topu oradan götürürəmsə, o mənim nəzarətimdədirsə, bu da qapıdan zərbə. Aydındır? Sual var. Hə. Qapıdan zərbə yalnız qapıcı tərəfindən hakimin fitinə ehtiyac olmadan yerinə yetirir. Əgər komanda qapıcısız oynayırsa, yəni 7 nəfərin 7-si də oyuncudursa, bu zaman qapıdan zərbə olarsa, mütləq sahə oyuncularından biri öz əvəz etmə zonasından, o 4 tam yarımlıq yerdən meydana çıxmalıdır. Qapıcı təzədən girib, qapıdan zərbəni başlamalıdır. Qapıdan zərbə Mən başlayandan sonra təzədən zaman olar. üzr istəyirəm. Bəs müdafiə olunan komandanın öz oyunçusu girsə o sahəyə nə olur? Burada 2 punt işə düşür. Bu gələn də saat eləyir. Yenə də deyim. Baxın, 2 punt nədir? Burada diqqətimiz onda olur. İndi baxın. Bir dənə də təkrar eləyək, gələm ona. Biz dedik ki, top hücum edən oyuncudan ön xəttdən, buralar ön xəttdir. Çıxarsa, qol olmayıbsa, nə o təyin olunur? Qapıdan zərbə. Qapıdan zərbə. Qapıdan. Top qapıcıdan ön xəttdən çıxarsa, oyuncu o qədər güclü zərbə vurdu ki, qapıcı deyildi, çıxdı ön xəttdən. Yenə qapıdan zərbə. Yenə qapı. Hücum edən oyuncu qapıcı meydançasına girərsə, Yenə qapıdan zərbə. qapıdan zərbə. Hücum edən oyuncu qapıcı meydançasında olan topu götürərsə, Qapıdan zərbə. qapıdan zərbə. Və top qapıcı meydançasından qapıcı o topu nəzarət altına alıbsa, Yenə qapıdan zərbə. yenə qapıdan zərbə təyin olunur. İndi gəl, bəs müdafiə olunan oyuncu da kilsə nə olar? İndi qırmızılardan kimsə bura gəlir. Bir zərbə. Nə? 7 metr. Gəldim buna. Baxın, 2 dənə punt var. 1. Əgər müdafiə oyuncusu qapıcı meydançasına daxil olubsa və gibi aşkar qol imkanından məhrum etmişsə, ümumiyyətlə bir dənə şey yadda saxlayın ki, handbolda aşkar qol imkanı oldu ya, meydançanın hissələn yerindən. Bu 7 metrlik zərbədir. Tutaq ki, komanda qapıcısı oynayır, ağlar da gör qapı boşdur, zərbəni vuracaq. Kimsə qırmızılardan gəlir tez onu itələyir ki, vurmasın. Aşağı Əlindən qol tutur. imkanı pozuldu. Düzdür? Nə olacaq? 7 metrik zərbə. Aşağı qol imkanı pozuldu. Gəlin də danışın. Bir də var ki, bax bu müdafiə olunan oyuncu özü rəqibi aşağı qol imkanı məhrum etmir. Gəlir özü girir bura. Bu sərbəst zərbə yoldaş.